Selamun Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil ferəcəhum. Xoş gördük sizləri qardaş və bacılarımız. Artıq Məhərrəm ayının 9-cu günü, Tasua günüdür. İmam Zaman ağa başda olmaqla sizin hamınlarınıza inşallah başsağlığı deyib təsliyyət ərz edirik. Həzrət İmam Rıza ağanın məhzərində hamımıza duaçıyıq. Tasua gününün bizə verdiyi mesajlardan biri də budur ki, İmam Hüseyin Aleyhisselatü Vesselam özü ilə Allah arasında olan rabitəni, ünsiyyəti bizə göstərir. Qarşı tərəfdə olan düşmən qoşununda çaxnaşma düşür. Və Həzrət İmam Hüseyin Aleyhisselatü Vesselam bunu eşidir və Həzrət Əbəlfəz ağanı yollayır ki, gedib görəsən nədir o. Əbu Abdullah Hüseyin Aleyhisselatü Vesselamın əmrini yerinə yetirərək Həzrət Əbəlfəz ağa gedib görür ki, düşmən istəyir hücum eləsin. İmam Hüseyin Aleyhisselatü Vesselam'a bu sözü çatdırır. Həzrət buyurur ki, onlara deyilən ki, bu gecəni möhlət versinlər. Mən və biz Əhl-i Beyt Allahla ünsiyyəti və ondan danışmağı çox sevirik. Və Həzrət Əbu Abdullah Hüseyin Aleyhisselatü Vesselam Quran-ı Kərim tilavət etməli, Allaha dua etməli ilə bizə göstərir ki, daima görə biz Allahla ünsiyyətdə olaq və bizim Allahla ünsiyyətdə olmaqlığımız bizi bütün pis və çirkin işlərdən saxlayır. Bəs İmam Hüseyin Aleyhisselatü Vesselamın bu hərəkəti bizə öyrədir ki, biz daima harda oluruqsa olaq, ən çətin vaxtlarda, saatlarda və günlərdə belə Allahla rabitəmizi qırmayaq. Assalamu aleykum və rəhmətullah.